Salam değerli izləyicilər, necəsiniz? Bugün mən sizinlə alma sirkəsi hazırlayacağım və onun hələ ki əvvəlki hissəsini sizə göstərəcəm. Deməli, bizə nə lazımdır? Belə bir gördüyünüz kimi parça götürmüşəm. Hava buraxan olsun. Görürsünüz, nazik belə parçadır, hava buraxan. Tənzif də ola bilər, məsələn, bez parçadan ola bilər, tənzif də ola bilər, amma hava buraxan olsun. Qapaq qətiyyən qoymuruq. Deməli, belə bir gördüyünüz kimi banka götürdüm və bunun içində 300 qram alma var. Yəni 300 qram almayı təmizlədim, qabığını atdım, içinə atdım tumunu və bu qədər alma qaldı məndə. İndi bunu yığdım bir dənə bankaya. Gördüyünüz kimi burada məndə 30 qram şəkər tozu var. Görürsünüz, 30 qram şəkər tozu var. İndi mən onu deməli götürürəm, tökürəm bura almanın üzərinə. Sizə belə olsa, qalanını tökün ki, hamısı tökülsün. Tökəndən sonra üzərinə və məndə burada 300 ml su var. 300 ml belə deyim, bir xursal stakan, bir də onun yarısı. Belə 200 ml tutur. 200 ml bir düzənliyə 100 ml belə desək. Yəni kiminki ölçə bilmir ilə. Deməli, bunu tökürəm onun üzərinə. Tökəndən sonra üzərinə və bir taxta qaşıqla. Baxın, görürsünüz taxta qaşıqla. Taxta qaşığıyla bu hissəsindən. Baxın bu hissəsindən. Belə qarışdırırıq ki, içindəki şəkər tozu həlif olsun və hamısı su ilə qarışsın. Gördüyünüz kimi belə yaxşı qarışdırırıq bunu. Siz də yaxşı belə qarışdırın. Bunu belə qarışdırandan sonra mən biraz da qarışdıracağım. Qarışdırandan sonra üzərinə baxın gördüyüm kimi parçanı qoyuruq və üzərindən bir dənə rezinlə ola bilər. Məsələn, siz sapla da bağlaya bilərsiniz. Bunu baxın belə bağlayırıq ki, buradan deşiklərdən hava keçsin ki, yəni sirkəmiz alınsın. Və bunu hər gün 2 həftə ərzində gördüyünüz kimi baxın məndə belə oldu. Bunu qarışdıracağım. Biraz dibinə şəkər tozu çəkə bilər, siz də qarışdırın. Yəni hələ ki sizə belə göstərdim. Və bunu 2 həftə ərzində hər gün taxta qaşığın göstərdiyim hissəsindən, baxın bu hissəsindən qarışdırırıq hər gün. Qarışdırırıq 2 həftədən sonra və bunun bu alma olan hissələrini, yəni görəcəksiniz, indi üstdədir. Çökəcək altda və rənginə bulanacaq suyun. Və sonra bunu süzəcəyik. Baxın bu almanın bu hissələrini, meyvə hissəsini süzürük və bizə suyu lazımdır. Suyunu qoyuruq, yenə əlavə edirik bankaya. Üzərinə yenə parça ilə, ya tənziflə bağlayırıq. Belə bir rezin, yəni məsələn iplə də bağlaya bilərsiniz. Bağlayırıq və bunu qoyuruq 3 ay müddətinə sirkəmiz hazırlansın. Alma sirkəsi hazır olsun və sirkənin üzərinə sirkə anası yığılmalıdır. Amma sirkə anası yığılmasa da, yəni problem yoxdur. Sirkənin aktiv olmağını sodanın üzərinə bu hazır, yəni 3 aydan sonraki olacaq sirkəmizin hazır olduğu. Yoxlamaq üçün ki, sirkə aktivdir, yəni necə oldu. Sodanın üzərinə bir damcı bu sirkədən tökürük. Yəni indi yox əlbəttə ki, hazır olandan sonra tökürük və onun yəni aktivliyini yoxlayırıq. Hələ ki bu qədər, bu birinci hissə idi. 2 həftədən sonra sizə vəziyyətin necə olduğunu süzüb boyun göstərəcəm. Salam değerli izleyiciler, necəsiniz? Bu alma sirkəsidir, bu da üzüm sirkəsidir. İkisinin də videosunu çəkmişəm. Deməli, bu gün onların bir həftəsidir, 7 günüdür və qoyduğum gündən yəni saydım. Bugün də olan 7 günüdür. İndi isə açıram, göstərim sizə, baxın görün, yəni necə, hansı vəziyyətdə, necədir. Əvvəlcə gördüyünüz kimi parçadır, bunun rezinliyi, belə onu çıxardıram. Görürsünüz necə oldu vəziyyəti. Yəni İndi qarışdıranda sizə görüm, taxta qaşığın burasını görürsünüz, necə vəziyyəti görürsünüz. Baxın, sizdə də belə olmalıdır. Mən bunu belə yaxşı qarışdırıram. Baxın, belə qarışdırıram və qoyuram bunu bir həftədə qalsın. Bir həftədən sonra süzəcəm. Salam değerli izləyicilər, necəsiniz? Bugünləri artıq alma sirkəsinin 14-cü günüdür və mən alma meyvələrini, yəni
suyundan ayırdım və gördüyünüz kimi baxın qıraqdan belə görsənir. Hardasa 1 saat olar ki süzmüşəm və indi bunun üstdən də sizə göstərim. Baxın necə görsənir və bunu qoyuram üstündə elə videoda göstərdiyim parça ilə bağlayıram. Baxın belə bir parça ilə bağladım rezindən, həmin eyni parça idi və qoyuram bunu 3 ay ərzində. Mən hələ ki sınaq üçün ilk dəfə az elədim, az idi meyvəm ona görə. Qoyuram bunu 2-3 ay ərzində. Üzərində sirkə anası əmələ gəlməlidir. Ağ jilə kimi bir şeydir. Amma görsəniz ki, məsələn kəfdir, yığın atın. Küfdür, yəni kifdir, qoymayın qalın olsun. Və qoyuram bunun yaransın sirkə anası. 2-3 aydan sonra sirkə anasını götürəcəm və biraz bundan saxlayacağım, qoyacağım onun içinə. Təbii bu qədər. Salam dəyərli izləyicilər. Artıq qoyduğum sirkələrdən hansı isə videosunu çəkib göstərmişəm. Artıq 1 ay keçib, üzərini görmüş belə dəsmalla bağladım, amma hava keçirəndə. İndi onu sizə göstərmək istəyirəm. Burada sirkə eyni, yəni çox gözəl bir yer var. İndi göstərmək istəyirəm necədir. Görürsünüz, üstünə yazmışam və bura qırağından görürsünüz də yəqin işıq düşmür burada. Yandıra bilsəm işığı. Görürsünüz indi. Necə də artıq sirkə anası yaranır və buna da baxın. Görün, bunda da artıq sirkə anası yaranır. Yəni göstərmək istəyirəm ki, necə görsün, dibinə çöküntüsü çöküb. Və hətta burada mən alma qoymuşam. 3 dənə almadır. Bunlar da yaranır. Üstlərini bağlamışam ki, işıq düşməsin. Həm də ki, yəni isti qalsınlar. Belə. Burada 3 almadır, bir də üzümdür qoymuşam. Bunlar da sizə göstərdiyim kimi bu üzümlü bu alma sirkəsidir. Belə. Sağ olun.